Azərbaycanda əlilliyin qiymətləndirilməsi mexanizmində mühüm yenilik gözlənilir. 2026-cı ildən etibarən bu prosesdə süni intellekt texnologiyalarından istifadə olunacaq. Məqsəd daha çevik, obyektiv və şəffaf qərarların verilməsidir. Lakin əlillik kimi həssas bir mövzunun alqoritmlərə həvalə olunması cəmiyyətdə suallar da doğurur. Qərarı süni intellekt verəcək, yoxsa son söz yenə həkimlərdə qalacaq? Yeni sistem necə işləyəcək və vətəndaş məlumatlarının təhlükəsizliyi necə qorunacaq? Mövzunu araşdırmışıq, izləyək. Süni kimlə, aparatla göyə baxırlar, nə baxacaqlar onu? Aparıcı rollardan birini apara bilər, yəni götürə bilər öz üzərinə. 2026-cı ildə əlilliyin qiymətləndirilməsində süni intellektin imkanlarından istifadə olunacaq. Bu barədə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov məlumat verib. Əlilliyin müəyyən olunması ilə bağlı hal-hazırda süni intellekt alətinin tətbiq edilməsi nəzərdə tutulur. Burada da məqsəd həkimlərimizə dəstəyin göstərilməsi və sürətli qərar vermə prosesinə dəstək olmaqdır. Əlillik kimi həssas bir mövzunun süni intellekt vasitəsilə qiymətləndirilməsi cəmiyyətdə müxtəlif suallar doğurur. Kimisi bunun müsbət nəticə verəcəyini deyir, kimisi isə bunun əleyhinədir. Əlillikdir və yaxud da tam hansı bir xəstəliyi, onkoloji deyək ki, xəstəliyi əvvəlcədən hansı bir predikt eləməkdə belə falan, onu tək başına edə bilərmi? Məncə o dərəcə hazır deyil sünilik. Həkim jivoy baxır. Heç onu düzgün təyin eləmir. O süni şeylə nətər baxacaqlar, nətər təyin eləyəcəklər. Texnologiyaya etibar etmək olur, belə yox, amma həkim təyin eləmir. O süni kimlə, aparatla göyə baxırlar, nə baxacaqlar onu? Həkim yaxşıdır, hamısından yaxşı həkimdir. Bu zamanın tələbidir, əvvəl-axır olacaq, olmalıdır. Süni intellekt sizcə əlilliyin təyinatını düzgün apara bilər? Məncə apara bilər. Əmək qabiliyyətinin itirilməsinin dərəcəsinin təyin edilməyin ilkin yolu xəstənin diaqnozunun düz dəqiqləşməsidir. Yəni, əvvəlcədən müəyyən reyestr hasil olur, yaradılır. Bu reyestrə görə əmək qabiliyyətinin itirilmə dərəcəsi müəyyən edilir. Məsələn, xəstədə revmatoid artrit var, hansı onkoloji xəstəlik var və yaxud da əmək qabiliyyəti itirən digər səbəb var və bunun dərəcəsinə görə orada əmək qabiliyyətinin itirilmə dərəcəsi müəyyən edilir. Bu diaqnozun dəqiqləşməsi haqqında sənəd həkim tərəfindən həmin reyestrə daxil edilir, xəstənin məlumatlarına. Ondan sonra təbii o proqram və ya süni intellekt onu müəyyən edə bilər. Sadəcə olaraq burada əsas məsuliyyət həkimin və xəstəxananın üzərində dayanır. Ona görə də hesab edirəm ki, belə bir ictimaiyyətə açıq, şəffaf bir reyestr yaradılmalıdır. DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat İdarəsi və Süni İntellekt Departamentinin rəhbəri Elxan Xəlilov bildirir ki, əlilliyin təyin olunmasında süni intellektin tətbiqi hazırda məsləhət xarakteri daşıyır. Vətəndaşların bütün analizləri və ya bütün farmasevtik diaqnozları kodlaşdırılmış şəkildə bizə daxil olur və son nəticədə, yəni sonuncu yekun qərar verilənədək, həkim bunu ilə bağlı diaqnozu qərarını verənədək, onun heç bir hansı vətəndaşa aid olduğunu heç bir şəkildə həkimə və ya süni intellektin özünə aydın olmur. Süni intellekt sadəcə Səhiyyə Nazirliyindən vətəndaş barədə gələn məlumatları öyrənir, oxuyur və bununla bağlı əvvəl verilmiş qərarları da analiz edərək məlumatların düzgünlüyünü və hansı qrup əlilliyin, hansı növ əlilliyin, hansı müddətə əlilliyin təyin olunmasını həkimlərimizə məsləhət xarakterli informasiya olaraq qeyd edir. Həmçinin o da bildirildi ki, süni intellektin yanlış qərar vermə ehtimalı 10-20% arasındadır. Vətəndaşlar verilən qərardan narazı qalarsa, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı şəkildə müraciət edə bilərlər.